Salam, hər vaxtınız xeyir uşaqlar. Bugünkü dərsimiz əvəzlik bölməsidir. Nədir əvəzlik? Əvəzlik ingilis dilində the pronoun adlanır. Əvəzliyin növləri var. Bunlardan birincisi şəxs əvəzliyidir. Mən indi sizə şəxs əvəzliyi haqqında danışacağım. Nədir şəxs əvəzliyi? Şəxs əvəzliyi ingilis dilində personal pronouns adlanır. Şəxs əvəzliklərimizin iki forması var, yəni adlıq hal və obyekt hal. Adlıq hal subject pronounsdur. Obyekt hal isə object pronouns. Adlıq halda olan şəxs əvəzliklərimiz isə bunlardır. Yəni subject pronounslar. I, mən, you, sən, he, o, kişi cinsi, she, o, qadın cinsi, it, o, cansız və yaxud da orta cins, we, biz, you, siz. You həm sən deməkdir, həm də siz deməkdir. They, onlar. Bunlar adlıq halda olan şəxs əvəzliklərimizdir. İlk öncə bu haqqda danışacağım. Yəni adlıq halda olan şəxs əvəzlikləri cümlənin hansı hissəsində işlədilir? Bunlar əsasən adlıq halda olan şəxs əvəzliklərimiz cümlədə mübtəda rolunda çıxış edir. Yəni mübtədanın olduğu hissədə işlənir. Mübtəda və ondan sonra xəbər gəlir və ona görə də biz adlıq halda olan şəxs əvəzliklərini mübtəda rolunda işlədirik və bunlardan da sonra xəbər gəlməlidir. Adlıq halda olan şəxs əvəzlikləri who sualına cavab verir. Yəni sualı who, yəni kim sualına cavab verir. Özündən sonra birbaşa xəbər gəlməlidir. Yenə qeyd etdiyim kimi mübtəda rolunda çıxış eləyir. Cümlənin əvvəlində işlənir. Məsələn, I go to school. Mən məktəbə gedirəm. Baxırıq. I, məndir, şəxs əvəzliyimizdir. Harda işlənib? Cümlənin əvvəlində. Və özündən sonra nə gəlib? Xəbər. Yəni, qaydada qeyd etdiyimiz kimi cümlənin əvvəlində işlənir və özündən də sonra nə gəlir? Xəbər. Başqa bir nümunə. She doesn't go to school. In the morning.
Baxırıq cümləmizə. She doesn't go to school in the morning. O səhər məktəbə getmədi. Demək, burada bizim yəni şəxs əvəzliyimiz she-dir. O qadın cinsində işlənir və gördüyümüz kimi cümlənin əvvəlində gəldi. Özündən sonra da nə gəlir? Xəbər. Özündən də sonra birbaşa xəbər gəlir. Bu bizim şəxs əvəzliyimizin adlı halıdır. İndi isə mən sizə şəxs əvəzliyin obyekt halını keçəcəm. Obyekt hal hansıdır? Obyekt hal object pronouns adlanır. Obyekt hallar bunlardır. Me, mənə, məni. You, sənə, səni. Him, kişi cinsi, ona, onu. Her, qadın cinsi, ona, onu. It, ona, onu. Orada cins. Us, bizə, bizi. You, sizə, sizi. Və them, onları, onları. Deməli, obyekt halda olan şəxs əvəzlikləri whom sualına cavab verir. Yəni, biz buna whom ilə sualına cavab verir. Whom kimin mənasını ifadə edir və what sualına cavab verir. Kimin kimə? Whom kimin kimə? What nəyin nəyə? Sualına yəni cavab verir. Şəxs əvəzin obyekt halı əsasən cümlədə tamamlıq rolunda olur. Söz önlərindən və feildən sonra işlənir. Cümlənin ortasında və sonunda işlənir. Məsələn, my mother gives me a pen. Anam mənə qələmi verdi. Baxırıq cümləyə. Burada mənə, məni, me, yəni şəxs əvəzliyin obyekt halıdır. Tamamlıq rolunda çıxış eləyib. Əsasən xəbər və söz önlərindən sonra gəlir. Baxırıq, burada gives, vermək feilidir. Yəni bu, yəni biz yenə də qeyd etdiyim kimi
əsasən sözünlər və feildən sonra çıxış etdiyinə görə burada give sözü feil olduğuna görə, yəni bizim bu cümləmiz bu qaydaya uyğun gəlir. Yəni feildən sonra gəlib. Mənə verdi. Və yaxud indi başqa bir cümlə ilə ifadə edəcəm və o cümlədə məsələn I went to London with them. Mən Londona onlar ilə getdim. Baxırıq, bizim burada şəxs əvəzliyimiz zemdir, onlar ilə. Zem özündən əvvəldə nə işlədilir, ona fikir veririk. Məsələn, söz önü də with-lə işlədilir. Yenə qaydamıza baxdıqda görəcəyik ki, yəni şəxs əvəzliyin obyekt halı həm feildən sonra, həm feildən, həm də ki söz önlərindən sonra işlədilir, bəli. Və bu qaydamıza uyğun cümlələrdir. Bu digər ikinci cümləmizdə isə gördüyümüz kimi, yəni söz önündən sonra işlədilir. Başqa bir diqqət, yəni fikir vermək lazımdır ki, məsələn, you və it əvəzlikləri vardır ki, həm you və it əvəzlikləri həm şəxs əvəzliklərinin adlıq halında işlədilir, həm də ki, obyekt halında da işlədilir. Və bunlar yəni eyni olmalarına baxmayaraq, sadəcə hər iki halda işlədildikdə fərqli mənalar verilir. Məsələn, you həm sən deməkdir, həm də sənə səni deməkdir. It həm o deməkdir, həm də ona onu deməkdir. Buna fikir vermək lazımdır. Bir də ki, məsələn, yenə qeyd edirəm, əvəzliklərin işlənməsi barəsində, məsələn, she, əgər ki, bizim mübtədamız, yəni əvəzliklə deyil, qadın cinsləri ilə, yəni qadın cinsləri orada işlənilibsə və bizə bir cümlədə, məsələn, hər hansısa bir cümlə verilirsə, bunu altından, məsələn, xətt çəkilir ki, bunu bir əvəzliklə əvəz edin. İndi biz bunu necə tapacağıq ki, həmin bu altından çəkilən, yəni ismin altından xətt çəkilir və biz bunu necə bilə bilərik ki, bizim bu yəni isimimiz hansı əvəzliyə aiddir? Əgər bizim isim qadın adlarıyla ifadə olunubsa, məsələn, Mary, Lalə, Mam ana, o zaman biz burada she-ni işlədəcəyik. She o qadın cinsi deməkdir. Əgər ki bizim isimimiz kişi, yəni mübtədamız kişi adları ilə ifadə edilibsə, məsələn, David, Ralph və yaxud Fazə, ata kişi adları ilə ifadə edilibsə, o zaman biz burada he, o kişi cinsinə aid olan əvəzlikdən istifadə edəcəyik. Əgər ki bizim isimimiz cansız isimlərdirsə və yaxud da heyvan adlarıdırsa, cansız və heyvan adları. O zaman biz burada, məsələn, bu kitab cansız isimdir və yaxud dog, it, heyvan adıdır. Cat, pişik. Biz o zaman burada it, o, orta cins əvəzindən istifadə edəcəyik. Bunlara həmçinin nəinki cansız və heyvan adları, həmçinin ölkə adları da daxildir. Məsələn, England, İngiltərə,
Baku. Yəni bunlar it, o orta cinslə biz bunu əvəz edə bilərik. Əgər bizim isimimiz cəmdədirsə, biz onda onu hansı əvəzindən əvəz edə bilərik? Bütün cəm isimlər, yəni istər canlı olsun, istər də cansız. Biz onda onu Z ilə əvəz edəcəyik. Z onlar deməkdir. Yəni həm istər canlı, istər cansız cəmi işlətdikdə biz burada Z-dən istifadə eləyəcəyik. İndi bunlara aid bir-iki nümunə yazacağım. Məsələn, my father is at work. Mənim atam işdədir. Əgər ki, my father'ın altından xətt çəkilirsə, sizdə belə bir testdə belə bir cümlə variantlar verirsə, məsəl üçün biz burada my father'ni, mənim atamı hansı əvəzliklə əvəz edə bilərik? Yəni variantlarda she də ola bilər, he də, you da və z də. Əlbəttə, mənim atam kişi cinsi olduğuna görə mən bunu he ilə əvəz edə bilərəm. He. Çünki he nədir? O kişi cinsi. Məsələn, deyirəm, he is at work. O işdədir. Gördüyünüz kimi burada mən bunu my father, mənim atamı he ilə əvəz elədim. Başqa bir cümlə, yəni qadın cinsinə aid. Əgər belə bir cümlə olsa, məsələn, my mother, mənim anam, is at home, evdədir. Altından xətt çəkiləni bizə deyilir ki, məsəl üçün biz bunu əvəz edək, şəxs əvəzi ilə. Mənim anam üçüncü şəxsin təkindədir, həmçinin də, yəni qadın cinsinə aid olduğuna görə mən bunu she ilə əvəz edə bilərəm. She, o qadın cinsi. She is at home. O evdədir. Gördüyümüz kimi mən bunu əvəz edə bildim. Başqa bir cümlə, məsələn, orta cinsə aid. My book is on the table. Mənim kitabım stolun üstündədir. Altından xətt çəkildiyi, yəni isimimiz, mübtədamız cansız olduğuna görə mən əlbəttə bu cansız isimlər nə ilə, hansı şəxs əvəzində ifadə olunur? Orta cinslə. Mən bunu it ilə əvəzləyəcəm. Məsələn, it is on the table. O stolun üstündədir. Əgər mənim ismim cəmdədirsə, məsələn, children, the children are in the yard. Uşaqlar həyətdədirlər. Baxıram cümləmə. Mübtədamız children, uşaqlardır, cəmdə olan isimdir. Cəmdə olan isimimizi istər canlı olsun, istər də cansız. Əgər cəmdədirsə, mən bunu əlbəttə ki, z ilə əvəz edəcəm. Z onlar deməkdir. Yəni, cəmdə işlənən əvəzlikdir. Məsələn,
Bunu bu cür əvəzləyə bilərəm. They are in the yard. Onlar həyətdədirlər. Bizim burada əvəzləyəcəyimiz əvəzlik they olacaq. Onlar.